Sumqayıt şəhər Polis İdarəsinin kiber cinayətkarlıqla mübarizə bölməsinin əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparıb. Onlara diqqətli olmaları, tanımadıkları şəxslərə bank kartlarını etibar etməmələri, xüsusilə CVV kodunu heç kimlə paylaşmamaları tövsiyə olunub. Bildirək ki, Daxili İşlər Nazirliyi kiber cinayətkarlıq halları ilə bağlı mütəmadi olaraq vətəndaşlara müraciət edir. Müraciətlərdə bildirilir ki, mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kartlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu heç kəsə təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə, sosial media və elan saytları vasitəsilə satışa çıxardığınız məhsulları güya almaq məqsədi ilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarınızı təqdim etməyin. İşə qəbul olunmağınızı əsas gətirərək, güya sağlamlıq haqqında arayış üçün əvvəlcədən hansı məbləğ tələb edən şəxslərə ödəniş etməyin. Saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin. Alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin. Giveaway adlı yarışların qalibi olduğunuz barədə mesaj alsanız, hədiyyənin çatdırılması üçün ödəniş etməyin. Hacker, baxıcı, faizə pul profillərin izlənməsi və bu kimi digər səhifələrə müraciət etməyin. Hesablarına pul köçürməyin. Sosial şəbəkələrdəki tanımadığınız, etibar etmədiyiniz səhifələrdən alış-veriş etməyin.